uşaqların sosiallaşması onların gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Mütəxəssislərin fikrincə, sosial bacarıqlar uşaqlarda həm özünü ifadə, həm də ünsiyyət qurmaq qabiliyyətini gücləndirir. Bu bacarıqlar sayəsində onlar məktəb və cəmiyyət həyatına daha tez uyğunlaşırlar. Psixoloqlar bildirirlər ki, sosial mühitdən təcrid olunmuş uşaqlarda özünə güvən çatışmazlığı, qorxu və ünsiyyət problemləri yarana bilər. Əksinə, dostluq, oyun və kollektiv fəaliyyətlərində iştirak edən uşaqlar öz fikirlərini açıq ifadə etməyi, əməkdaşlıq və paylaşmağı öyrənirlər. Valideynlərə tövsiyə olunur ki, uşaqlarını yaşıdları ilə vaxt keçirməyə təşviq etsinlər, müxtəlif kurslara, idman və yaradıcılıq fəaliyyətlərinə cəlb etsinlər. Bu uşaqların gələcək həyat uğurlarında böyük rol oynayacaq.